ویدیویی از یک دختری برای کشور آذربایجان بسیار در شبکه‌های اجتماعی وایرال شده که این دختر از حمله نظامی جمهوری اسلامی به مدرسه‌شون خبر میده و میگه که این این حکومت جمهوری اسلامی به مدرسه ما حمله کرده. محسن چاوشی کجایی که آهنگ بخونی دیدی که اینکه دیگه آمریکا نکرده بود، همین جمهوری اسلامی کرده بودش. بعد جالبیش اینجاست که ارزش سیم کارت سفید رفتن زیر این ویدیو نوشتن که نه، شرم بر تو شرف سیزی، جمهوری اسلامی همچین کاری نمیکنه فلان که کرده. Mən Şəşərabad məktəbinin şagirdiyəm. Yəqin ki, bu adı artıq hər birimizə tanışdır. Dünən dərs vaxtı məktəbimizin yaxınlığında güclü bir partlayış oldu. Biz deyib güldüyümüz sinif otaqlarından gözləmədiyimiz bir halda xəbərsiz şəkildə həyəcandan çölə qaçdıq. Hansı ki, bizim nə üst geyim götürməyə, nə çanta götürməyə vaxtımız olmadı. Qulağımızdakı səslər, keçirdiyimiz hisslər bizim üçün unudulmazdı. Axı biz bilmirdik bunları kim edib. Sən demə, bunları bizə edən, bu nankorluğu bizə edən qonşu dövlət İran imiş. Neynəmişik? Biz sizə neynəmişik? Bizə atəş açırsınız. Bu günahsız uşaqlar, biz şagirdlər, niyə sizin hərbi hədəfiniz olmuşuq?